Kapital Bankın müştərisinin say çoxluğunu nəzərə alaraq və bəzən bu barədə belə deyək də abunəçilərin daha çox müraciət etməsi məsələsi var idi gündəmdə. Mən xatırlayıram, Kapital Bankın idarəetmə sədri də öz çıxışında bildirirdi ki, bizim abunəçimiz çoxdur və bu müraciətlərin belə deyək, daha çox Kapital Bankın adının hallanması normaldır. Kapital Bank yaxşı, necə qoruyur müştərisini? Pulunun oğurlanmaması üçün, pulunun itməməsi üçün, onun kartından kreditin çəkilməməsi üçün. Ümumiyyətlə, qısa olaraq məlumat vermək istəyirəm ki, Kapital Bankın təhlükəsizlik infrastrukturunun əsasını süni intellekt əsaslı texnologiyalar təşkil edir. Bank müəyyən texnoloji vasitələrdən istifadə edərək bütün bank əməliyyatlarını 24/7 rejimində izləyir. Hər hansı şübhəli və ya təhlükəli hallar aşkar etdikdə dərhal müdaxilə edir. Kapital Bankın ümumilikdə bu sahədə bank fəaliyyəti üzrə təhlükəsizlik sistemləri beynəlxalq tələblərə cavab verir. O cümlədən deyə bilərik ki, bu sahədə Kapital Bankın fəaliyyəti ISO 27001, PCI DCC, NIS-TSF standartlarının tələblərinə də uyğundur. Əlavə olaraq qeyd etmək istəyirəm ki, nəinki bank, hətta hüquq mühafizə orqanlarımız da bu tipli halların qarşısını almaq üçün günü-gündən gördüyü tədbirlərin dairəsini genişləndirir. Amma bir şey unutmaq lazım deyil ki, bu hissədə vətəndaşlarımız da bizə kömək olmalıdırlar. Hər şeydən əvvəl onlar mən qurbana çevrilməyəcəm deyib arxayınlaşmalı deyirlər. Və hər şeydən əvvəl vətəndaş başa düşməlidir ki, ona aid təhlükəsizlik məlumatlarını qorunmasında bankla yanaşı özü də məsuliyyət daşıyır. Odur ki, kiberdələduzların qurbanı olmaq üçün məlumatlı olaq və ətrafımızdakı, yaxınlığımızdakı bütün şəxsləri də bu barədə məlumatlı olmağa çağıraq.